boş-boş sözlərdir yazırsınız. Sözüm sizədir. Hətta bunu şərhdə də yazmışdım. İstəyirəm şərhi olduğu kimi də oxuyum. Boş-boş sözlərdir, fikirlərdir, nağıllardır, xurafatdır, mistikadır, fantastikadır və s. və ilaxır. Bu kimi şərh yazanlara demək istəyirəm ki, əgər bu boşdursa, zamanınızı və enerjinizi boş olan şeyə niyə xərcləyib şərh yazırsınız? Və bununla da boş hesab elədiyiniz bilginin daha çox yayılmasına vəsilə olursunuz. Bunu sizə heç bir bloger deməyib, heç vaxt da deməyəcək. Mən isə deyirəm, mənə sərf eləyir daha çox şərh yazılsın, daha çox adam qarşı çıxsın və bu bilgilər daha çox adama yayılsın. Yəni, əgər bir şey boş hesab eləyirsinizsə, onun yanından keçmək daha doğrudur. Nəinki ona şərh yazmaq. Siz şərh yazmaqla həmin kontentin daha çox adamın qarşısına çıxmağına, yenə deyirəm, vəsilə olursunuz. Dolayısıyla boş hesab elədiyiniz bir şeyin təbliğatında siz də iştirak etmiş olursunuz. Özünüz də bilmədən bunun təbliğatında böyük rol oynayırsınız. Təşəkkür edirəm buna görə hər birinizə. Ala, xalam oğlu, sənə nə var ki, hansı hərfi necə yazılı gecəm bu aləminlə xoş getdin. Paka, desvidani, oboda, evet.